AHOP proqramları 28 səviyyədən 4 mərhələdən ibarətdir. A hərfi birinci mərhələmiz anlamanı təmsil edir. Əgər övladımız sualı anlayırsa, bir sualı doğru düzgün şəkildə anlamaq, yəni cavabın 50%-ni tapmaq deməkdir. İkinci mərhələmiz isə H hərfini təmsil edir, hızlanma, yəni sürətli oxuma. Övladlarımız nə qədər çox sürətli oxuyarsa, zamandan qazanmış və vaxtlarının çoxunu əyləncə üçün ayırmış olurlar. Bu da onların həyat keyfiyyətini yüksəldir və dərsə olan marağını biraz da artırır. Ona görə ki, onlar dərsə çalışdığı zaman, yəni dərs çalışdıqları zaman artıq yorğunluq hiss etmirlər və sürətli oxu sayəsində, anlama sayəsində qısa zamanda tapşırıqlarını yerinə yetirmiş və zamandan qazanmış olurlar. Üçüncü mərhələmiz isə odaqlanmadır. O hərfini təmsil edir. Odaqlanma isə, yəni diqqətini tam dərsinə yönəldə biləcək artıq zəkaya sahib olur. Üçüncü mərhələmizdə övladlarımız. Dördüncü mərhələmiz isə başarıdır. Yəni bu proqramın özəlliyi ondan ibarətdir ki, yəni övladlarımız birinci mərhələdə, A mərhələsində birinci səviyyəni aşmamış, onlar üçün ikinci mərhələ açılmır. Ona görə mütləq onlar birinci mərhələdə birinci səviyyəni tamamlamalıdır ki, ikinci səviyyə onlar üçün açılsın və bu proqram da o qədər əyləncəlidir. Uşaqlar bunu sevərək tamamlayır və ikinci səviyyəni açdırır. Bu da uşaqlarımızın əylənərək öyrənmələrinə səbəb olur.